McDonald's izləmişdik yadımızdadırsa. Asiya turu başladı və çatıb. Yəni Çinə gedir. 4 dənə videodur tur olaraq. Maşınla gedir. İndi hər şeydən əvvəl mənim belə bir sualım var. Quru sərhədləri açıqdır ki. İndi böyük ehtimal videoda danışar bu barədə. İzləyək. Dostlar, nəhayət gəldik Kurik limanına. 24 saatdan sonra Nivamız artıq Qazaxıstandadır. Adi günlərin biridir, fərdin dünya səyahəti başladı. 14 dəqiqəniz varsa, ekrana yaxın əyləşin. Biz başlayırıq. Səyahətə getmək üçün nə etmək lazımdır? Yasamaldan qırağa çıxmaq lazımdır və biz Yasamaldan çıxdıq. Hara gedirik? Kontakt mağazasına gedirik. Biz soyuducu almalıyıq. Bizə lazım olan əşyalardan biridir. 25 litrlik bir soyuducu axtarıram. Onu endirimlə kontaktdan tapdım. Eşitdim ki, kontaktda ay ən xoşuma gəlir dediyim qədər uniformasını o hazırlayıb və Taylandda, ümumi Asiya ölkələrində yağışa düşəcək. Biz üçün bu formada da yağmurluqlar hazırlayıb. Modamərə təşəkkür edirəm və İşte bizdə reklam deyil, onda reklam. buradan da ayrılırıq. Hara gedirik? Bizim məhəllədəki, ATV-nin yanındakı, daha doğrusu avtoyuma məntəqəsinə, Elvin qardaşın yanına mənim üçün nə göndərib? Bu formada CNC-də kəsim edib və bilirsiniz də sağ tərəfdə bidon qoymağa yer var idi. Onu götürüb göndərdim Sahil qardaşa. CNC-də onu kopyaladı. Artıq biz 4 bidonu rahatlıqla maşına yerləşdirə biləcəyik. Qazaxıstan çöllərində mənə yanacaq lazımdır. Ona görə Sabah yayın olmasa, deməli amilin başına bir iş gəldi DTX tərəfindən. Niyə elə bir şey olsun? də rahatlıqla Chatdə nə yazılır onu oxuyuram da. Sizin görmədiyiniz TikTok chati var. 10 litr bidonları yerləşdirirəm. ATV-nin yanından keçirik, gəlirik məhəlləyə və Rəsul Həm də ki belə bir video paylaşılıbsa, bunun bir səbəbi onsuz da deyiləcək böyük ehtimal. bizim məhəllədəki baba və Ya da fərqli bir yoldan bəlkə istifadə edəcək. Bəlkə gedəcək sərhədə çatacaq, amma keçməyəcək maşından. Düşəcək maşına, deyəcək ki, mən indi buranı təyyarə ilə gedirəm. Təyyarə ilə gedəcək, sonra maşından həmin o sərhədə gedəcək, oradan başlayacaq bəlkə. əmoğlu Belə bəlkə bir şey deyəcək. Rafael soyuducunu xotlayırıq. Soyuducunu birbaşa Bəlkə cazı dinamaya maşına qoşmuram. Mən 220 aparatım var, 1 kilovatlıqdır. ümumi ailecə gedirlər. Ona qoşuram ki, akkumulatoru öldürməsin və Rəsul Cəsur və Rəsul, Cəsur. Cəsurun nə deyirlər, o koleskasını qoyuruq maşına Çox məntiqli ad qoy. və yığışıram gedirəm Neftçaliyə. Bakıdakı son günümdür. Gedək İlk bölümü izləyək. Xoşunuza gəlsə sizin də bir dəfə elə 4-ə kimi, yəni sona kimi izləyək. Neftçaliyə. Həm də ki, mebel festivalı var idi Saloğluda. Gördüm ki, hələ getdi. Dedim, evi təmir etmişik. Oludur belə yavaş-yavaş sponsorları sizə şirinlikləşdirin. Bütün mebellərin, hər şeyin bu formada almışıq. Sağ olsunlar, bu formada qurdular. Mənim evimdə bir neçə əşya rayonda Saloğludan idi. Bakıdakı bütün əşyalar Saloğlu. Bir də influencerlar izləyirəm. Türkiyədə qalırlar. Türkdülər də. İndi adlarını deməyim. Videolarına baxırdım. Evlərinin hər mərtəbəsində kondisioner vardı və hər kondisioner və hər televizor reklam idi. Kullanılan idi və fərdin evindəki əşyalar Elə bir deyək ki, birinci mərtəbənin falan otağındakı kondisioner reklamdır. Eyni markanın daha böyücü balkondadır. Onun da ayrı bir reklamıdır falan. Bu daha belə yaxşıdır falan. Saloğludan idi. Əmmə dedim, əmi yaxşı sən tuşonka bişirirsən, yolda mənə lazım olacaq. Bu formada əmim tuşonka hazırlayır. Əmim yoldaşı, anam Məlikə bu formada dolma bükür. Onun hamısını donduracaq, soyuducunun içinə qoyacağıq və yolda yeyəcəyik. Və matraslar da gəldi, mebelçilər işini bitirdi. Qonaq otağında bu formada hazırladıq. Bunun videonun dəxlisi yoxdur. Bu formada ailəlicə yeni evimizdə, yeni mətbəximizdə yeməyimizi yeyirik. Maşın da burdadır. Sabah gedəcəm. Çox darıxıram, çox duyğulanıram. Rəsul, atam Rəsul deyir ki, gedək bizim bərbərxanaya, sən saçlarını kəsim, yola hazırlıq. Atamın şagirdidir. Mən bu dəlləxanada böyümüşəm. Mən də bu işi bacarıram da. Atam saçımı bura qısaldır, deyir sənin yolda tük lazım deyil, rahat olmayacaq. Bu formada əskər sası eləyir mən sasımı və buradan da nə edirik dostlar? Gedirik evə doğru. Həqiqətən çox darıxıram. Bu dəfə nəsə içimdə belə biraz kədər var, hüzün var. Bilmirəm, övladımın sayı 2 dənədir. Ona görədir. Cəsur üçün də darıxıram, Rəsul üçün də darıxıram, ailə üzvlərim üçün də darıxıram. Biraz uzun yoldur. Tək gedir. Bilmirəm nə olacaq, nə formada olacaq. İnşallah yaxşı olar. Bacım qızı da burdadır, bacım da burdadır. Cəsur da yatmışdı, onunla da sağollaşdıq və yavaş-yavaş ayrılalım. Rəsul Bu arada icazə ala bilərlər. Yəni elə bir şey məncə mümkündür. Sadəcə bu keçir də yəni. ata özə
Bir ekipaj gəzir. Yaxşı bax, mən üçün gələndə kaska alarsan, motosikletin dedim oğlum inşallah sağ-salamat gəlim, alacam. Bu səyahətin həqiqətən bu tərəfi də var. Ailə üzvlərimizi qoyuruq, bu uzun yola çıxırıq. İnşallah hər şey yaxşı olar. Ələtə gəldim, Ələt limanından gəmi ilə gedəcəyik. Zərifəliyeva gəmisi, bugün yola çıxacaq Bərə gəmisi və Gəmi ilə gedir. Maşını prosta gəmiyə qoyacaq. limanda gəlib çatdıq. Dostum Bünyamin Tural məni qarşılayır və Məndən full sürəcək maşını. digər dostum Tural da gəlib və biz səyahəti Turalla eləyəcəyik. Bəli, mən, Tural və Niva biletlərimizi götürdük, buradan ayrıldıq. Bakı limanının bütün heyətinə təşəkkür edirəm yaratdığı şəraitə görə və biz keçirik hara? Limanın daxilinə və limanın daxilində bir neçə prosedurdan keçməliyik. Sərhəd yoxlanılışı, gömrük yoxlanılışı və bugün onu deyim ki sizə 6 ildən sonra ilk dəfə sərhəddən keçəcəm, istifadə edəcəm. İnşallah tezliklə sərhədlər açılar. Bilirsiniz, qatar yolu açılıb, su yolu da, quru yolu da açılar. Biz xüsusi icazə ilə bu işi görürük və sərhəd yoxlanışından da keçirik. Burada tırları görürsünüz. Nə qədər onlarla, yüzlərlə tırlar var və bu yol çox əhəmiyyətli bir yoldur. Orta dəhlizdir. Çox rahatlıqla dünyanın müxtəlif yollarından gələn tırlar Xüsusi icazə ilə gedir gəmiyə. bu formada gəmi vasitəsilə Qazaxstana keçir, oradan Çinə və Çindən də Azərbaycana rahatlıqla gəlirlər. Dutufirə gedirik. Buradan da bir neçə yol üçün azuqələr alırıq və bu qardaşla da görüşürük. Hamı məni sevir, hamı mənə şəkil çəkdirir. İnanın, var olun, görəndə mənlə yaxınlaşırsınız, sevginizi bildirirsiniz. Çox sevincliyəm. Gəmi heyəti ilə görüşürük, yavaş-yavaş gəmiyə dostlar daxil oluruq, amma gəmi yükləmə prosesindədir. Bir neçə saatdan sonra bizim maşın yüklənəcək. Hələ ki tırlar bu formada gəmiyə daxil olur. Gəmi də möhtəşəm gəmidir. 2018-ci ildə Bakı Gəmi Qayırma Zavodunda hazırlanıb yerli istehsalda. O gəmini hazırlayan bütün dostları salamlayıram. Bizə belə bir kayıt verirlər. O da super bir vəziyyətdə bir kayıtdır. Çox gəmi var. Elə bir Avropada gəzdiyim ölkələrdəki gəmi var. Ondan da çox möhtəşəmdir. 22-ci ildən də fəaliyyətdədir. Tutumu çox böyükdür. Onlarla yüzlərlə tır yerləşir, mini maşınları yerləşir. Bu gəminin fəaliyyəti nədən ibarətdir? Tırdır, mini maşını, dəmir yolu vaqonlarıdır. Hamısını qəbul edir. Burada digər dostları görürük. Biri dünyanı piyada gəzir. Ala bunlar. Bunu Bu bilirəm. gəminin fəaliyyəti nədən ibarətdir? Tırdır, mini maşını, dəmir yolu vaqonlarıdır. Hamısını qəbul edir. Burada digər dostları görürük. Biri Sağdakı değildi. Şey gəzirdi. Piyada gəzirdi. Nə idi? dünyanı piyada gəzir, başıma xeyir. Biri də velosipedlə gəzir. Biz Yox, velosipedini bilirdim. Bana məcburi gəzirik. Sizin işinizə gözəl bax. Bir türk də var da Oğuzhan, o da Monqolistana gedir. Görək onunla yolda tanış ola biləcəyik, yoxsa yox. Yazmışam, cavablayıb, deyir imkan olsa görüşərik. Gecə olur, azuruq. Bu yaxşı min bərəkətin kalbasasından götürmüşəm. Kalbasadan yeyirik, doyuruq, bir neçə saat yatırıq, səhər açılır. Hələ ki gəmi indi yüklənib bitdi və biz maşınımızı sonuncu olaraq gəmiyə daxil eləyirik və bu nə üstünlük verir bizə? Ora çatanda birinci biz düşəcəyik. Yolumuz da 24 saatdır. İndi gecikmələr də ola bilər. Maşın da inəklərin yanında dayanıb, inşallah yaxşı olar. Və gördüyünüz kimi soyduzumuzu gəmiyə gətirdim. İçi də dolu, orada qoşduq ki, əriməsin. Səhər açıldı, Xəzər uçsuz bucaqsız, çırpınır ləpələr. Nə gözəldir bu dəniz. Nəsə şeir demək istəyirəm, deyə bilmədim. Və gəmi ilə tanış oluruq. Mənim şeir bacarıqlı. Görürsüz tırlar nə gözəl görünür. Biz birazdan neft daşları tərəfdən keçəcəyik. Hələ ki Azərbaycan ərazisindəyik. Gəminin kapitanının otağına gəlirik. Otaqla tanış oluruq. Ardınca isə bütün tır sürücülərini salamlayırıq və sərnişin bir dənə bizik, digər dostlar isə hamısı tır sürücüləridir. Və neft daşları tərəfdən keçirik. Neft daşlarındakı dostları da salamlayırıq. İnşallah İşəmşavarda orada gələcək. İndi hazırda Mənim atam neft daşlarında işləyir. İşəmşavar proqramında orada çəkdik. Və yol davam edir. Gecə, gündüz gedirik. Oo, bu çəkiliş zor olur. Kameranın sağı çəkirik, solu çəkirik. Kapitan gəlir, Təhmiraz qardaşla söhbət edirik. Mənə gəmi haqqında müsahibə verir və yerlim Seymurla da görüşürəm. O da ikinci kapitandır. Zərifəliyeva gəmisi nəhəng formada Xəzər ləpələrini yara-yara Qazaxstana doğru, Kurik limanına doğru irəliləyir. Və bizim sponsorumuz var, Pobeda şokoladları. Rus şokoladıdır, çox dadlıdır. Onun dünyanı. Gəlirik gəminin mətbəxinə. Gəminin mətbəxində qəşəng plov bişirilir. Mənim üçün balıq dolma bişirirlər. Dedilər sən qonaqsan da. Və plov bişirirlər və burada gəmi kapitanı, gəmi heyəti nə yeyirsə, sərnişinlər də ondan yeyir. Ətlə qəşəng qovurmalı plov
və yanında da nə makaron şorbası bişirirlər və bütün bu prosesi də çəkirik. Qəşəng qazmaqlı olacaq. Axşam yeyəcəyik. Yol davam edir, gün bitmir, adam biraz darıxır. Mən getmişəm 2 gün səyahətdə olmuşam. Finlandiyada, Yunanistanda, İtaliyada gəmi səyahətlərində olmuşam. Balıq dolmamız da bişdi və biz burada nə yeyirik dostlar? Hamı ilə bir yerdə Burada da balıq dolması söhbəti. plovdan yeyirik. Bütün qonaqlardır, gəmində xanım işçiləri var. Onlar da təmizlik işlərinə baxırlar. Yemək həqiqətən çox Akroşka kimi bir şey içirlər deyəsən. dadlı idi, hamı bəyəndi. Mən elə bil Avropada gəmi səyahətlərində olanda demək olar bu qədər pul verdim, amma yemək olmadı. Gedib yemək pulunu aldıq. Yaxşı, burada gündə 3 dəfə yemək var. Əgər külək olarsa 3-4 dəfə də verirlər yemək. Yəni gün uzanarsa 3-4 dəfə. çox bəyəndim. Burada da Titanikdəki kimi eləm alınmır, çünki təkəm burada. Və gecə olur, kapitan otağına yenə daxil oluruq. Buranın görüntülərini göstəririk və yol davam edir. Artıq çatmağımıza çox az qalıb. Bilirəm siz avtomobillə olan macəraları gözləyirsiniz, amma bu macəramız da gözəldir. Və bütün sponsorlarımız sağ olsun, onlar haqqında növbəti vloqda ətraflı danışacağam. Turalla gəlirik maşınımızın yanına, yavaş-yavaş gəmi çatır limana, maşını yuyuram, inəklər biraz üstünə iş görmüşdülər və təmizləyirəm maşınımızı. Biz artıq Qazaxıstandayıq və kapitan yavaş-yavaş gəmini belə deyək də loru deyirlər, park eləyir. İndi körpüdə bərabərləşmə işi aparılacaq. Mənim maşınım rahatlıqla buradan çıxa biləcək. Və yavaş-yavaş limana yaxınlaşırıq. Heyət öz işindədir. Zərgər dəqiqliyi ilə gəmini bura çatdırmalıdırlar. Hara? Körpünün yanına. Kəndirlər atılır. Kəndirlər matroslar tərəfindən idarə olunur. Gördüyünüz kimi artıq bizim gəmi sahilə çatdıq. Xüsusi bir aparat var, o qazaxların əlində idi. Elə bir yeri bərabərləşdirdilər ondan, bilməm lifti nədir. Və qazaxlar mənə salamlayır. Deyirəm, sən Fərid Rəsul deyirsən. Deyirəm, mən deyirəm, hardan tanıyırsınız? Deyirəm, biz səni tanıyırıq da, nə? Xəzərin o tərəfindən baxırıq sən. Deyirəm, Allah canını sağ eləsin. Bir də ice kofedən içirik biz onun kofesindən. Özümə gəlirəm. Bütün gəmi heyəti ilə sağollaşırıq və gəlirik sərhəd yoxlanışına. Gəmidən düşən kimi adınız nədir? Gündüzdür. Gündüz gəldi, Azərbaycanlıdır, Borsalıdandır. Borsalıdan. Və storydə qardaşının adı nədir? Tengiz. Tengiz görüb. Gündüzlə Tengizdir. Aktauda yaşayırsınız da? Aktauda yaşayırıq, əslimiz Gürcüstandandır. Burada böyümüsünüz, burada Ha, boya burada başa yaşayırıq. Nə işlə məşğulsunuz? Biz brokerli işlərdir. Broker işləri ilə. Gürcüstandan minik avtomobillər daşımaq, buradan Çinlərin və Rusiyadan gələn qonaqların Maşınlar. vətəninə qayıtmaq üçün indi karantinə görə özləri gedə bilmirlər. Yük kimi göndərirsiniz. Yük göndərmə, portla əlaqə nə işlər var, hamısını biz görürük. Sağ ol, eşidib buradayıq, gəlib bura və bizə bütün bu işlərdə kömək eləyəcək. Çünki bəzi prosedurlar var içəridə. gəlmisiniz. Çox sağ olun hər şey üçün. Allah sizi var eləsin. Xoş gəlmisiniz. Eşq olsun Azərbaycanlılara. Dünyanın hər yerində yaşayan Azərbaycanlılara İş salamlayırıq. həmişə var. Həmişə var. Adamın işin var, gələ Allah alındır. Qardaşlarla tanış olduq. Gəliblər o boyda yolu və deyib ki, sənə axıra qədər kömək eləyəcəyik. Tapşırıq verdilər. Dost tanışları var orada. Bir dəfə mən bu yolu gəlmişdim axı və sərhəddə çox incimişdim. Hər şey növbəsiz, hər şey super bir formada. Bütün Azərbaycanlı tur sürücülərlə də burada görüşürəm. Nə edirik? Keçirik artıq gömrük yoxlanışına. O qardaşla da sağollaşırıq velosipedlə gedənlə. Dedim Allah köməyin olsun. O çöllüklərdə görək nə edəcəksən sən. Və gömrük yoxlanışı da başladı. Ondan da keçdik, bitirdik. Artıq biz buradan çıxdıq. Bu qardaşlar da mənim izləyicilərim çıxdı. Gömrük rəsmiləşdirilməsi bitdi. Artıq biz Başlayır bu arada Çinə gəlməyə ucu. İkinci bölümdə. sərhəddən çıxdıq, limandan çıxdıq. Gedirik Aktaoya doğru. Kurik limanıdır bura. Новый Нива, салонdan aldım. Novay, TikTok'tan qarayım. İzləyirsən məni? TikTok'tan qarayım. İzləyirsən? Drone plyonka da. Da, PPF. Qurban gil vurdu. Nə yaxşı izləyirlər ha. Bəli, məni Orta Asiyada da, Türkiyədə də, Rusiyada da izləyirlər. Bütün izləyicilərimə aqrom salamlar. Videomuz burada bitir. Növbəti videoda görüşərik. O bundan da maraqlı olacaq. Söz verirəm. Keçək ikinci bölümə. İkinci bölüm. Qaqaş Avtoş Qazaxıstan çöllərində ikinci bölümə baxırsınız və mən dünya səyahətindəyəm. Bu yeni 2026 Nivası ilə 25.000 kilometr gedib hara getməliyəm? Mən Taylanda getməliyəm. Yağımız qalfdan, maşınımız da saz, yola davam eləyirik.
Aktaudayıq. Bu gün Aktauda qalacağıq. Yolda Necə? Azərbaycanlılar Necə? məni görür, salamlayır. Kurik limanından da məni qarşılamışdı Gündüz qardaş və qardaşı Tengiz və bizi gətirdilər otelə. Allah var eləsin, mənimlə görüşdülər. Maşının hava filtrində təmizləyirik. Dedilər heç nəyə ehtiyac yoxdur. Otelinizə əvvəldən ayarlamışıq. Vallah məni çox utandırdılar. Var olsun bütün Azərbaycanlılar və bizim otağımızı hazır etdilər. Gəminin içinə qədər gəlmişdi. Biz düz gəminin yanından bizi qarşılayırlar. Dedilər gedək axşam yeməyi yeyək, sonra dincəlin, yol gəlmisiniz. Və gəldik dəniz kənarında, Xəzərin sahilində belə bir gözəl restorana və burada balıq yeyəcəyik. 5 barmaq bunların birisində yeməyi var. Onun adını dəyişiblər. 5 barmaq. Elə bir ətin dəyişiblər. Ətlə yox, balıqla. Bəli, fiş barmaq özə Fiş barmaq. nərə balığı ilə yanında kompot. Balıq barmaq. Çox dadlı təamdır. Nərə ilə gəldi. Elə bir nərə xəngəli. Elə bir xəngəldir də, elə bir şeydir. Tural da bəyəndim, mən də bəyəndim və çox dadlı idi. Gündüz və Tengiz qardaşlar var olsun. Qardaşlar əslən Borsalıdandılar, Gürcüstandan və burada böyüyüb başa çatıblar. Broker işi ilə məşğuldurlar, daşınma işi ilə və gəmin yanından məni qarşıladılar. Bütün işlərə kömək etdilər. Allah onları var etsin və digər Azərbaycanlı dostlarımız da gəlir. Hamısı mənə şəkil çəkdirir. Çoxsu ilə görüşə bilmədim. Mirzə qardaşı salamlayıram. Keçən dəfə o məni qarşılamışdı və səhər açıldı. Səhər yeməyimizi yedik, əşyalar Qəşəng deyim. Barımızı maşını düşürdük və yolumuza davam eləyəcəyik. Hələ yola indi çıxacağıq. Səhər gördük ki, Gündüz qardaş gəlib, deyib, yox, axıra qədər səninlə mən Türkmənistan tərəfə gedəcəm, deyir. 90 kilometr bir yerdə yola davam eləyirik. Yolda bazarlığımızı etdik, maşının təkərin havasına baxdıq və maşını yumaq lazım. Dedik, yuyaq maşını, bu qaqaş avtobusda, yəni Nivanla qəşəng sürəcəm. Rəsul da Hoş təmiz idi amma. bir dəqiqə video baxır, oğlum evdə. Onu da buradan salamlayıram. Oğlum darıxma, ata gələcək, ata işdədir. Maşını tərtəmiz yuyuruq. Yaxşı yımadılar, xoşuma gəlmədi. Nətər, belə bizim moşiklərin hamısını salamlayıram. Bizimkilər kimi yuyan yoxdur. Gəldik ilk yanacağımızı dostlar vururuq, doldururuq 95-dən və yanacağın qiyməti sərfəlidir burada və davam edirik, sağollaşırıq, salamlayırıq. Burada inanırsınız çox adam məni izləyir, bilmirəm. Tutur da indi TikTok burada da. Elə bir antena zaddır. Baxırlar, həqiqətən mənə baxırlar. Rusca vloqları eləsəm gör necə baxırlar ya. Rusca yaxşı bilmirəm də neynə. Tural maşının görüntülərini çəkir. Maşın da elə bir arxa, elə bir perodok vermisən də yüklənib deyə çox vitli görünür. Maşallah tütü göz dəyir maşın var. Və 40 litr yanacağımız var və çöllüyə doğru irəliyirik, gedirik, dəvələri görürük, atları görürük və görürük ki, düz yoldayıq. Benyu yoluna gedirik. Qoca Nivanla da o vaxt Benyuya qədər getmişdik. Oradan Özbəkistana dönmüşdük. Bu indi dönməyəcəyik. Və Gündüz bizə şokolad verir, Qazax şokoladı. Biz də ona Rus şokoladı veririk. Bizim sponsorumuz Pobeda'dan və sağollaşırıq. Sağ olsun Gündüz və qardaşı hər şey üçün var olsunlar. O gedir öz yoluna, biz gedirik öz yolumuza və digər Azərbaycanlılar da yolda yazırlar, eləyirlər. Onlarla da vaxt olduqca görüşəcəyik. Dəvələrə baxaq. Bu dəvə elə bir kredit verir. Bu nə üstü, bu nə başdır, tükü yollu yazdığım. O ipoteka verənə oxşayırdı. Və dostlar, bu Oğuzhan abi ilə danışıram, türk bloger var. O da bu Aktau tərəfdədir, piyada gedir Monqolistana qədər. Ona deyirəm, sən hardasan? Yazmışdım, bu tərəflərdəyəm, bu Şahtəpə deyilən yerdədir. Və inan Allaha çıxıram, burada dayanıram, nə qədər 15 dəqiqə, 20 dəqiqə gözləyirəm. İzləyicilər də yazmışdı ki, onunla görüş, biz ondan da içirəm. Biz ondan sudan, yeməkdən hazırlamışdım. Nə qədər qışqırıram, elləm Oğuzhan abini tapa bilmirəm, telefona da cavab vermir. Burada set itir gəlir də, ona görədir. Və Pobeda şokoladlarından yeyirəm, özümə enerji gəlir. O şokoladdan birisi içində şəkər olmur və adama amma enerji verir. Çox dadlı bir şokoladdır, mütləq alın, yoxlayın və yolumuza davam edirəm. Oğuzhanla görüşəmədim, çox pis oldum. Yoxlayacam. Görüşərik. Baxım görüm satılır bu Azərbaycanda. Nə dadı? Maraqlı gəlir. Gəlir də. Dos bros. Ona görədir və Pobeda şokoladlarından yeyirəm, özümə enerji gəlir. O şokoladdan birisi içində şəkər olmur və adama amma enerji verir. Çox dadlı bir şokoladdır, mütləq alın, yoxlayın və yolumuza davam edirəm. Oğuzhanla görüşəmədim, çox pis oldum. Qaydan başı görüşərik, dayniyək və dəvələri görürük. Hamı bizə siqnal verir. Düt, bip, 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 bip və davam edirik. Burada da dostlar kubik kəsilər, daş karxanaları var və enerjimiz də tez powerdandır. Restoranlarda tez powerın görəcəksiniz stansiyalar mütləq istifadə edin və Esim Pro'dur bizim partnyorumuz. Bir dənə paket almışıq, hər yerdə işləyir. Və yolda da dayanırıq dostlar. Yüngülvarı yemək yeyirik, Göyçay süd zavodunun çanaq pendiri. Reklama ehtiyac yoxdur. Soltan qardaşı buradan salam. Dünyanın yarısı
Azərbaycan deyirəm, amma dünyanın yarısı reklam. Bilmirəm, sağ olsunlar, bizə dəstək olurlar. O bu sponsorlar olmasa biz də bu işləri görə bilmərik. Yolda velosipedçi qardaşı da görürük, onu da salamlayırıq və yanacaq yenə vururuq. Bütün velosipedçiləri hamını gördük bu Oğuzxan abidən başqa. Biz biraz gedirik, benzin vururuq. Benzin vururuq, biraz gedirik. Kes. Ay dəvə. Yol keçmirdi. Saxlatdırdı maşını. Bu yolda bilirsiniz dəvələr necə hərəkət eləyir, yəni necə hərəkət eləyir, özləri necə aparırlar, arxin, elə bir bunların da yeri yox, ayıb da, özünüzə baxın da, nə olsun ha, atlar o tərəfdən, dəvələr bu tərəfdən, bu yolu gecə getməyin ha, biabırçılıq çıxarlar üstünüzə bu dəvələr, davam eləyirik yola, maşın saz və Benyu tərəfə dönürük və yolda polis qardaşları görürəm, onlara salamlayıram, 2023-də gələndə biraz xoşuma gəlməmişdi buranın polisləri, indi düzəliblər və davam eləyirik, qatarlar, yollar, nə bilim, bizim Ələt tərəfə oxşayır, Neftçala tərəfə oxşayır, biraz yağış yağır, davam eləyir, yağır, dayanır, hər cür hava şəraitini görürük, kondisioneri biraz qoşuruq, sonra Davam edim şokolad biraz Azərbaycanda. ekonomiya eləyək. Kulsarı tərəfə gəlirik dostlar, Kulsarıda gecəni keçirmək istəyirik. Çünki çox sürmürük, 700 kilometr sürürük. Buradakı qazaqlar mənə salamlayır. Sağ olsun bu qazaqlar, həqiqətən adama hörmət edən insanlardır. Mənə izləyirmişlər. Özbəyləri, qazaqlarını, vəbşi hamıya salamlayıram. Və məhəllə arası belə bir otel tapırıq. Kiçik bir oteldir, bizə bahalı bir yerlər. Onsuz burada Arnaudur, bahalı yerdə tapa bilmərsən. Qiyməti 40-50 dollar arası idi, səhər yeməyə daxil. Hər gün götürürük bu formada biz nə soyduzumuzu, sonra bizim 220 verən aparat var, onu götürürük. Çünki maşının dinamasına qoşmuruq deyə xarab olmasın. 1 kilovat verən aparatımız var, hər gün onu qoyuruq və 2 gün o zərərətə saxlayır və onun içində ət var, balıq var, hər şey var. Yolda pişirəcək. Onları içinə saxlamışıq. Yenə bazarlıq eləyirik. Özümüzə lazım olanı. Niyə saxlayırlar? Qara kürü görüm. İçində yol çoxdur. Kişniş, meyvələr kasatdan burada nə bitir ki? Hər şey oradan gəlir. Hər şeyi alırıq və burada yenə də görürük Pabelə şokoladlarından burada da satılmış və özümə götürəm yolda enerjim olsun. Şokolad lazımdır, nə? Və bazarlığımızı etdik. Qiymət elədi 30 manat və burada mənim fanatlarım uşaqlardır ki, biz Görürsən indi də oradadır, yoxsa gəlib? Instagramdan izləyirik. Mən nə imişəm? Megastar imişəm. Bir də özümə baxın. Mən tanıyırmışlar ha. Və burada dostlar yeyirik pizza dilimlərindən. Tural çox bəyənir. Burada da bir dilim olaraq satırlar və böyükdür dilimlər. Birini yeyir, deyir bir də yeyirəm. Bir də yeyir, deyir sonra bir də yeyirəm. Nuş olsun Tural. Acıqdan 700 kilometr gəlmişik ilk gündür də. İndi biz nə sürdüydü də. 4000 Sıfır qəşəng görünür amma. kilometr verir xəritədə 3009, amma göstərilən odur ki 4500-ə yaxındır. Yəni yolda bağlı yollar olur, alternativ yollardan istifadə edirsən. Bütün tur sürücülərin yolda görürük, onların hamısını salamlayırıq. Bu yolu çox tez-tez gedib gəlirlər. Və yenə yanacaq doldurma, yenə yanacaq. 100-ə soruşursunuz, nə qədər içir bu? Bu ürək istəyən qədər 15, 16, 17, 14 baxır vəziyyətə də sürməyə. Bu qardaşlar da salamlayır, polis məni saxlayır. Deyir, hardan gəlmişsən? Deyir, uzaq kəndlərdən, Neftçaladan. Neftçala deyirəm, deyir ki, get yola davam. Bəlkə yol bağlıdır. Bu yola girsədik 150 kilometr qabağa düşəcəyik. Və gedirik, tak. Yol həqiqətən elə bir at sürürsən. Nəyə görə? Yollar kələ götürüş, bıy, nə gündə. Maşını belə tuturam belə. Bunun isot ruluna yaraşır. Bir dənə razdatkan səsi olmayan 71-50 xod verirəm. Musiqi hər şeyi kəsir də burada. Və yenə dəvələri görürük. Gedirik, yenə yanacaq vurur. Dostlar, faram bura, lok, yüce tərpənir. Nəyə görə tərpənir? Tural yenə itlərə çəkib burada. Və yanacağımızı vururuq. Bu qardaş da bizi salamlayır. Deyir, biz sizi izləmirik, yəni elə belə salamlayır. Yenə polis görürük, onları salamlayırıq, atları görürük və davam edirik. Salam. Edirik. Yolu, bunların qəbirstanlığından danışım sizə. Bir otaqlı ev. Elə adam var ki, bəlkə evi olmayıb, amma öləndən sonra qəbri bir ev boydadır. Bunlar burada sərdabə sistemidir. Deyəsən, bizdə hansısa rayonlarda da belə qəbirləri görmək olur. Maşının patpresini tez-tez sürülür, çünki miçək olur, bu bulaşır və yanacaq vurub yolumuza davam edirik. Yenə düppədüz yol. Bura sağa baxırsan heç nə yox, sola baxırsan heç nə yox. İlan, qurbağa, hər şey var yolda. Qazaxıstan Bu nədir? Maşınla Azərbaycandan Çinə səyahət edir. çöllüklərində yolumuz davam eləyir. 4 dənə video bölüb, Gəlirik, yanacaq vururuq. Ehtiyatdan elə istifadə etməmişik. Bunları bilirsiniz niyə götürmüşük də. Yanacaq doldurma məntəqələri arasındakı məsafə çoxdur. Ona görə lazım ola bilər, amma hələ ki lazım olmayıb. Burada yanacağın 1 litri bizim pulla 74 qəpik idi, 92-nin qiyməti. Mən buna adətən 95 vururam, amma tapmayanda 92 ilə 95-i qarışdırıram. İndi də tam bak eləyim ki, rahatlıqla yolumuza davam eləyək. Aktobe istiqamətinə yola davam eləyirik.
Tayland değildi. Yox Çin. Bu gün fikirləşmişik ki, ümumilikdə 700 kilometr sürək. Görək sürə biləcəyik yoxsa yox. Bu yanacaq vurulmasında olsun və 92-95 benzin növləri. mən sizə dostlarımız haqqında məlumat verim. Bizim ümumi müxtəlif dostlarımız var. Onlardan biri də Parsonadır. Parsona nədir? Ekran Maç yolumuza davam eləyəcəyik. İndi deyərsiniz ki, ancaq yanacaq vurur, yol gedir. Bəli, məqsəd budur hələ Maşının üstündə yazıların hamısı reklamdır bu arada. ki, çünki 1500 kilometrə yaxın gəlmişik və biz 16-sı Çində olmalı, bizi Çində gözləyirlər. Çinə də girmək üçün çox böyük pul xərcləmişik, gecikə 16'sı değil bu arada. Eğer bir ay sonra yayınlanmayıbsa dünəndi. Böyük ihtimal, bilmərik və yola davam edirik. Biraz böyük ihtimal keçən aydı. getdikcə dostlar, baxın, biraz təbiət elə bir gözəlləşir və atdan, dəvədən başqa bunlar qoyun da saxlayırmışlar. Uşaq buralarda otlaq sahələri var deyə qoyunları görürük və sahəsi çox böyükdür. 3 milyon kvadrat kilometrə yaxındır Qazaxıstanın. Əhalisi 20 milyondur. Bu tərəfləri quraq olsa da digər tərəfləri meşəlidir. Çox gözəl bir ölkədir. Və biz Aktobeyə yavaş-yavaş çatırıq. Növbəti vloqda görüşərik. Tamam, Aktavaya çatdı. 900 km çətin yol. Saxlayaq videonu buradan seçək, başladıq. Elə bunu YouTube'a ard-arda elə 4-ünü bir yerdə paylaşarıq. YouTube'a da. Qısa-qısa da yəni. Polis saxladı bizi dostlar. Bizdə yayım edənlər Nətərsən? varmış. Nətərsən öz, elə bir dostumuz alındı. 3-cü bölümə baxırsınız dostlar, adi günlərin biridir. Biraz gecikdi, amma billəm anlayırsınız. Bilməzdim. Hədəfimiz Cənub-Şərq Mənə görə mənə desən, yoxsa başqasına desən? Asiyadır və 4000 kilometrdən çox Qazaxıstandan maşın sürəcəyik və Aktobe şəhərinə yaxınlaşırıq və yaxınlığında acırıq və heç nə tapmırıq yeməyə. Anam balıq dolması hazırlamışdı, nərə balığından qoymuşdu. Ətlər də var, hər şey var. Dolma var, o var, bu var və Turanla qəşəng dolma balığı yürü, pomidorla, bir dənə qarpıza çatmır lavaşla. Nə gözəl, nə gözəl. Naxçıvan lavaşı da götürmüşük. Çin tərəfdə, Laos tərəfdə çörək tapılmır. Sulayıb yeyəcəyik. Şor, balıq, yana-yana gedirik. Həm isti bir yandan, həm də balıq bu tərəfdən yandırır bizi. Yanacağı vururuq və yolda səyyahları görürük. Almanlardır, bunlar da səyahətə çıxıblar. Bizi salamlayırlar. Hamı salamlayır, bizi izləyirlər. Sağ olsunlar. Bir damcı bu yollar da yaxşı olsaydı, yaxşı olardı da hər şey. Azərbaycanlı tur sürücülərinə salamlayıram. Onlar bir qəhrəmandılar. Bu yollarda gecə-gündüz maşın sürürlər. Bir təhər latoklara tak düşə-düşə davam edirik yola. Bütün latoklar sahib. Düşünürük ki, Aktobeyin də Tanıdınız məni? Ciki deyirəm. Ha. Tanıdınız məni deyəndə ki, baxaq hesab var. Belə üzdən tanımadım. Bundan əvvəllər yazmısan, başqa hesabım da yazmısan. İkinci hesabındır bu. Kimsənsə. 100 kilometri keçək və Xromti deyilən yer var, burada qalaq. Şiraslan deyilən, Şirxan deyilən bir dənə kompleks var. Burada 50 dollara bir dənə otaq tapırıq. Aşağı hissəsində də nə var? Yeməkxana var. Burada Çin nömrəli maşınları görürük. Bizim də günümüz bu. Bu cihazı, xaldenqi içəri aparırıq, hər gün də gətiririk və yeməkxanaya giririk. Yaxşı yeməklər görürük. Xaldan içində məsafə bayaqları necə ki uzun idi və yemək tapmadılar ya, o yeməklər oradadır. Burada qiymətlər də münasibdir. Yol kənarı olsa da burada qəşəng meyvə çayları var, amma bu çayı içirəm. 2 gün qarnımız ağrıyır, eybi yoxdur. Azərbaycanlı tur sürücüləri də buradadır. Onlarla da görüşürük, yeməyimizi yeyirik və onlardan yol haqqında məlumat alırıq. Bizimlə eyni vaxtda çıxıblar və demək olar ki, eyni gəlirik. Futbol üzrə dünya çempionatı başlayır, internetlər düzəlsin. Və səhər yeməyimizi yeyirik, yumurtanı elə bir dənə uduram. Yumurta yeyirik ki, bizi tutur da yolda. Belə normal yeyib içə bilmirik, amma ki, yaxşı yeyəcəyik. Ya qabaqda yeyəcəyik inşallah. Yenə yanacaq vururam. Dur, hesabımda buranın elə bir asmışım. Nə fərqi yox. Yenə yanacaq, Bizim əsas yayımlar buradadır. yenə gün Amma hər ikisində verir. formada gedir. İnan Allaha 300 kilometre sürə bilmirik. 250 sürürük. Yağımıza baxırıq. Yaxşı motorumuzun yağı Qalfdandır. O bir dünya markasıdır da. İndi Almatada da dəyişəcəyik biz yağımızı, maşının yağını daha doğrusu. Və gedirik pis yollarla, tək tərəfli yol. Dostlar görürsünüz, bu yollar nə gündədir. Yolun təqribi 200 kilometrə yaxını bu formadadır. Biz artıq 3 gündür ki yoldayıq. Aktaudan Xargosa mən bir dəfə getmişdim, bilirsiniz. Necə getmişdim? Özbəkistandan getmişdim. Benyuya qədər getmişdim, oradan dönmüşdüm. O yol normal idi da, Benyu yolu normaldır. Amma Özbəkistan yolu dəhşət idi. Ona görə o yola bu dəfə girmədik. Dedik, elə Qazaxıstana girmişik, tam olaraq Qazaxıstandan gedək.
Toplam yolumuz 4000 kilometrdən çoxdur. Niyə belədir? İndi çox adam keçən də bir yazıb ki, nə deyirsən 4000 filan. Navigator 3700, 3800 göstərir. Yəni navigatorun göstərməyinə heç nə vermirlər. Bu şey təcrübə iləndir. Və bəzi yol var idi, Videoda problem var. onların göstərməyinə heç nə vermirlər. Bu şey təcrübə iləndir. Ben tuttum temanı. Neyse sağ olun. Ne teması? Və bəzi yol var idi, orada bağlanmışdı. Biz orada 150 kilometr artıq gəldik. Sonra şəhərlərə giririk, çıxırıq. Yəni ümumilikdə bəlkə 4000 Donub o video. 1500 kilometrə yaxın yolumuz olacaq. Biz bu yolu həm deyirlər ki, Aral şəhərinə qədər yol bu xarabı. Buraya kimi tutub. Geri döndüm, içinə məni buraxmadılar və dedilər heç cür mümkün deyil və geri dönmürəm. Ay Allah, Cyber'da zarfdı. düşəcəm dəriyə. Söyürdüm bu arada. Çok qılaqıl yazdım vaxtında yazdım. Yəni geri dönmə Çok az qalmışdı. yoxdur. Çinin daxilində 6000 Düz şey düşünürdüm ya, əvvəlki mesajlarında elə bir şey görmədim axı. Və o V ilə başlayırdı. kilometr yolumuz var. Sonra Laosdur, Kambocadır, Taylanddır və digər Cənub-Şərqi Asiya ölkələri. Bizə uğurlar. Vloqlar bəlkə sizə indi darıxdırıcı gələ bilər, Doğru, amma telefonda birazdan batarya bilirsiniz nə olacaq. Azərbaycanda ilk dəfə biz bunu edəcəyik, tarix yazacağıq. Azərbaycan nömrəli avtomobillə Çinə daxil olacağıq. Cənub-Şərqi Asiyaya ilk biz gedirik. Bəli, yolda yenə dayanırıq, yenə adəti üzrə yanacaq vururuq. Səyahət zamanı bizə dəstək olan dostlarımız haqqında danışaq. Növbəti dostumuz Modamerdir. İş geyimləri Burası söyməyim yaxşı olacaqdı məsələn. Qabağa reklamlar gedir. Və mənə dəstək olurlar. Bakoves informasiya dəstəyimizdir. Viza eksperti bütün vizalarımızı həll edir. Fərd qardaş sağ olsun. Yolda bir polis saxlayıb mənlə görüşür. Deyir sən izləyirəm. Deyirəm Allah sənin canını sağ eləsin. Var ol. Və davam edir. Bu yol o qədər Ne daşıyırdı la o? eksperti bütün vizalarımızı həll edir. Fərd qardaş sağ olsun. Yolda bir polis saxlayıb mənlə görüşür. Deyir sən izləyirəm. Deyirəm Allah sənin canını Təyyarə qanadıdır bu. sağ eləsin. Nədir bu? Var ol. Və davam edir. Bu yol o qədər beynəlxalq dərəcəli bir yoldur ki, sözlə ifadə eləyə bilmirəm də. O Çin, bu orta dəhliz söhbəti hamı bu yolla gedir. İnşallah bu yolda düzəldərlər. Yolda biz onluyuruq və Pobeda şokoladını yeyirik ki, enerjimiz olsun. Çox qəşəng bir şokoladdır. Alsaz bir dəfə görəcəksiniz ki, Sən ol baxdım, tapmadım o pavayda şokoladını. insana necə enerji verir. Daxilində də şəkər yoxdur. Sən o skorusa keçir. Allah'a and olsun, skorusa keçir. Maşın qızı deyəsən. Mufta getdi buranaq. Qlavlı silindiri götürmüşəm ha. Muftanı basıram. Atdım birə. Qlavlı silindirdən ola bilər. Nəyə yoxlayayım? Razdatkanı. Yerindədir də, daha bu qabaqda. Deyəm. Düzəldi. Yaxşı qardaş oldu, şükür Allaha. Yaxşı. Dostlar, 5-ci Səhv baxmısınız, bu sırf məkana deyil. Üstündə şokoladın üstündə adı yazılmışdı. Şokoladın adı idi. Onu yazdım baxdım. Pavayda yazıb baxmadım ki. skorusda dəriyə düşdüm. Bu elə bir razdatka düşmüşmüş neytrala. Getdik. Bir dənə təsəvvür eləyin. Mən də deyirəm 2 dənə skors var axı elə bir maşında. Burada maşın xarab olsaydı nə olacaqdı? Biz Qızıl Orda yolundayıq. Burada təsəvvür edin 40 dərəcə isti var və Bəli, səhv. Öyrənəcək də. Öyrədirik yavaş-yavaş. gözüm qorxdu, maşın saxladım, perodokuna baxdım. Təzə maşındır, heç nə yoxdur, gül kimi, çiçək kimidir. Və buradan çıxırıq, yolumuza davam eləyirik. Baxın, yol Nə qəşəng bir şeydir bu. Bilərək qoyublar ki, cəmaət gəlib baxa bilsin maşına. yolda Yol üstü yanacaq pulsuz. doldurmaya giririk, çıxırıq. Çünki yanacağı vurursan, 250-300 kilometr gedirsən, bu içində kondisioner də qoysan, vız, orada da Bız. gəlir razdatkan Ədəm səhv deyirsən də Firə, mən yazdım rus saytında var. Pirama şokoladın adıdır mənim yazdığım.
Amma Azərbaycanda yoxdur da, tapa bilmədim. Səsi adam bezir. Bu özbək qardaşlar da bizi salamlayır. Deyir sizdə ürək var. O boyda yol necə gedəsidir, amma gedən oğlanlar var da. Dəvə də yolu keçir. Heç xətrinə dəymir ya. Bu dəvələrin, bu atların. İndi dəvənin südündən də içəcəyik. Cürbəcür bitişik, bəli. Alqabun deyilən yerdir dostlar. Və buradan da davam edirik, gedirik. Yol təmiz var. Burada biabırçılıqdır da. Yazı qaydalarını düzgün yazaq Zəhmət olmasa. Bir Qızıl Orduya qədər yol biraz pisdir. Ondan sonra lap pisdir. Ondan sonra yaxşı olacaq. Və davam edirik yolumuza. Gedirik. Yolda acırıq. Deyirik ki, neyniyək? Bu Hər şey reklam diyor. Bu nədir? kalbasa yeyirik, sonra kalbasa manqalsudan yeyərik. Məhsullarıdır. Yolda belə atışdırırıq, yolumuza davam edirik. Gördüyünüz bura var ha, Baykanur kosmik stansiyadır. Bilirsiniz. Siz niyə müəllim olmusunuz? Düzgün danışmaq, düzgün yazışmaq üçün müəllim olmaq lazımdır firə. Dütkün yatda yası qaydayı vat. Bax görsən səhv yazanda beləsi nə olur oxuya bilmirik. Buradan kim qalxıb kosmosa? Yuri Gagarin. Və burada 2050-yə qədər Rusların nəzarətindədir hələ də. Bütün Sovet dövründə kosmik işləri burada görüblər. Rusların nəzarətində Və mi? görürsüz, hər yerdən keçirik də. Qardaş da bizim şüşəmizi silir, verməyə pulum yoxdur. Ona da bir dənə bizon veririk hədiyyə olaraq. Maşın bazarından almışam bu flash kartın. Hər cür mahnı var. Ola virus düşər, maşın bazarından almışam. Müəllim, bəli. Onu da səhv yazıb. Vay. Baykanur tərəfi keçirik, yanacaq vururuq və görürük artıq yavaş-yavaş hava qaralır. Qızıl Ordanın özündə qalmırıq. 100 Var ya. kilometr yaxınlığında görürük bir dənə qəza Polis maşını deyəsən. olub. Dedi elə qəza olub. Josalı deyilən bir Allah qəsəbə var. şəhərləsin. Elə keçək burada qalaq, gecəliyək. Bu gün 900 kilometr yol sürmüşəm, çox yorulmuşam. Bu gün sürməsəydim biz çata bilməyəcəkdik 16 içinə. Bu görüşü gələndə avtobus səhnəsi yadıma düşür. Və belə bir qonaq evi tapırıq. Təqribi 60 dollar eləyir. Bilirəm bahadır. Taniyeniyə burada olan yer bir dənə buradır və maşını park eləyirik burada. Ödənişimizi eləyirik. Çox gözəl qəsəbədir. Qədim, nə bilim, hisslər verir insana. Otaq da belə də nə bilim bitər, yatacağıq. Təşəkkürlər amma sizdən deyiləm. Yolda da bizə yatmaq lazımdır. Yaxşı. Burada bir dənə kababı gəlir. Deyirik neçə gün normal yemirik. Deyir ki, qardaş, yaxşı ətdir. Deyirəm nə? Bir 100 dənə söz deyirik. Fikir versən öz böylərinə qarşı nəsə artıq gibi bir şey danışmır. Məsələn, oğlan izləyici olsaydı indi gic danışa bilərdi. Ətidir. Deyir orasını demədə sual vermə. Dedim ha, yaxşı. Bunlar da bizi çəkirlər turist Necə yəni orasını sual vermə? Bəlkə donuz. kimi. Burada da qəşəng Daydaski kafetdə və qiymətlər də çox yaxşı idi. Hamısı 30 manat elədi. Dedi qoyun ətidir. Həqiqətən dadlı idi. Toyuqla Ha, qoyun qoyun əti. ətindən yeyirik. Çox dadlı olur. Qardaşa deyirəm ki, əlin qolun var ola. Fərqlidir ya bu arada ət görünüş. Özü deyir, kömürlə eləmirəm, odunla eləyirəm. Və səhər açılır və yolumuza davam edirik. Bəzən və belə danışanda qüsurlar eləyirəm. Üzürü hesab eləyin. Çünki yorğunam. Maşın sür, səsləndir. Sovet dövrünü Editor lazımdır brat sənə. Səsini yaxşı düzəldən. Sizinlə, bəli. hiss elədim burada. Navigator yolu səhv verdi və düzgün yola çıxdıq və yolumuza davam etdik. Bu gün məqsədimiz Türkistana çatmaqdır. Və yenə Oğlanlar elə də əlbəttə. yanacaq. Səhər yeməyimizi burada Nə olsun düzgün yaza bilmirəm. Əslində o da hörməti qoruyub. Sən kim deyir hörmətsizsən? yeyirik, kofe içirik və yolda soruşursunuz ki, interneti Firəyə hörmətsizsən, bespantovsan deyən oldu burada. necə eləyirsən? İnternetimizdə Belə bir şey deyən oldu. Esim Pro Azərbaycanın ilk Hadi sən də bəsdir nə qədər reklam edin. 1100 kilometrdə yolumuz qalır. Yanacağımız bitir, yanacaq doldurma çox uzaqdadır. Nə Deyirsiniz, olsun niyə ki? bunu götürmüsən bu bidonları? Özü də Azərbaycan yanacağı idi. 95-dən maşına əjdahamıza əlavə edirik və Orada bidonlar qəşəngdir ya. Fərqli bir dizayn. yolumuza davam edirik. Partizona, Golf üzəri qoyuram ki, bizə göz dəyməsin və maşını yuyuram, təmizləyirəm və yolumuza davam edirəm. Burada da görürəm ki, qəşəng bir musiqi səslənir, özümü saxlaya bilmirəm. Payt dədə nə deyə? Elə bir söz var mı ümumiyyətlə? Varsa da məncə payt deyil o. Pay olar.
Ümumiyyətlə FIFA altdan xətt 23 yoxdur falan. Oynamaq mənə düşmədi ya. Bir damcı yol getdi, yanacaq vurduq, polis məni saxladı. Vlog da Hoppa. burada bitirdi dostlar. Polis saxladı bizi dostlar. Görək nə istəyir. Nə istəyir? Yox gəlsin də, mən onun dalına düşənəm. Seni girsən günlərdə. Hava yoxdur heç o. Mən eləməsən su getdi. Biz əlinə daxil. Ana salam verirdi 100% Allah bilir. Sən onun əlində dubinka gördün mü? Sürgətdə kimdirsə şey eləyən kameraya salın. Ana yoxdur su. Gəlir, var xəradır. Görək də polis dayımız dedi, müəllimimiz. Bir sənədləri qətiyyən yoxlayırlar. Sən niyə yaparsan öz yerimə? Valla elədir də, burada elədir. Salam aleykum. Mırta tut deyə bu arada gülə-gülə gəlir. Səni düşməsəydi, düşməyəcəkdi bu arada. Gəlməyəcəkdi yəni yanına. Ümumiyyətlə mən danışmayacağam. Danışmayacam yazmısan, danışmayacam olmalıdır o. N yox, m yəni ki. Nətərsən? Naruşen elə. Ваша машина, да? Da. Ekranı kim sındırıb görsən polis? Так, разрешенная скорость. Onluq yerdə 75 ilə Да, sürmüşəm. 60. Onluq yerdə 75 ilə sürüb. Bax, onluq yerdə 75 ilə sürüb ha. 60-lıq yerdən 70-dən keçib söhbəti deyil. Да. Sən bağışlasan nə bilim yəni. Вот это на телефон сфоткай. Потом вот по этому номеру Telefon da işlədi. будешь оплатить. Okey. Нет, видно? По этому номеру оплатишь. Все. Spasiba. Çox sağ ol. Нет, Yazdı bu второй, arada. сотку второй. Vtaroy. 2 dənədir ya ama. Да. Есть 2 еще dənə второй. düşmüşük. 21 min odur. Обязательно оплатите, хорошо? Хорошо. Потом, что при решении, если проблем не было. Niyə çəkdilər? İcazə var ki, belə bir şey. Biz də çəkək. Okey. Sürücülük vəsiqəsi alınmalı. Sağ ol. Sən də desən Burada onluq yol nədir? saxlamayıb. Saxlayıb ki, radara düşmüsən. Harda düşmüşük bu radara biz? Mən səliqəli sürüm. Ha, burada düşməyib be. Nömrəsini vurub, görüb ki, radara düşüb, pulu ödəməyib, saxlayıb ki, bəs düşmüsən, ödəginə, yoxsa pul gələcək, dəbbə pulu falan gələcək üstünə. Vay. Hörmətim artdı ona. Respekt. Elə bir temadsa halaldır. Sən öl. Nə pulu? Dəbbə pulu. Eşitməmsən, hə? Düşmüşəm axı. Dəhşət. Saygı. Çox səygəli sürürsən. Qoy maşını ye. Maşını deyəm, mahnını. Neyse, elə deyil. Dördüncü bölüm nəhayət ki Çinə çatdıq. İlk Azərbaycanlıyıq ki, Azərbaycan nömrəli avtomobillə Çinə gəldik. Adi günlərin biridir, dünya səyahətimin 4-cü vloqudur. Biz Benim oğlum saxatdır. Nə edirik? Biz Cənub-Şərqi Asiya ölkələrini səfər eləyəcəyik bu Nivanla. Bəli, yolda ayran içirik. Ayranı bizə Orxan həmyerlimiz verir. Görüşürük, salamlaşırıq. O da Türkistanda oxuyur. Deyir, əvvəl tələbə olmuşam. İndi isə burada işləyirəm. Yanacaq yenə doldururuq. Bütün qazaq qardaşlarımı salamlayıram. Buradakı qazaqlar var ha. Elə bir daha şirin, daha gülər üzlü. Gezmək istəyirəm dünyanın yeri. Bir dənə bu iş məsələlərini həll eləyək. Gedək. Gedək gezək sənə. Deyəsən Həll eləyə bilsəm GoPro zad alacam. Özbəkistana Çəkəcəm vloqa. yaxındır, ona görədir. Bizə bir notebook da lazım olacaq ki, onları ataq da şeyə. Kartda olur çünki GoPro-da deyəsən bir söhbət var. Gərək onları ataq şeyə, notebookda internetə falan şey eləyək, vuraq, oradan sonra silək falan, belə bir etablar olacaq. Çox yığır, 300 GB falan yığır. Bu arada belə bir şey eşitmişəm.
Elren'lə Rane bizim oynadığımız oyunu oynamışlar axı. Vaqif. First to Fathom. Rane öz sırf o oyunu başlayanda OBS-dən başladır videonu, oyun bitənə kimi. Səhvən yüksək keyfiyyətdə alır. Oyun olur 300 GB. 2 saatlıq bir oyun. Və Türkistan gözəl bir şəhərdə. Adına bax da türklərin Onlar bu arada driver'dan atırlar bir-birlərinə videoları. İndi driver'a 300 GB-lıq bir videonu upload edəcək, o da download edəcək falan. 300 GB yəni vardı da. Mən 100 GB-ı 100 bana çatdırıram pulu deyəndə. nə bilim məkanı, Türkistan 300 GB. və son illərdə Türkiyə dövləti bura çox yatırım O sırada Hatəmin 8 saatlıq yayım gedə-gedə əlim dəyib biraz video açıq qalıb. Baxır ki, neçə GB-dır? 10 GB. eləyir. Yeni mol görürük, yolda dayanlıq durub. Mənim laptopda 120 GB yer olur. Elə bir sənin Windows'un açılmırdı da, elə düşün. Elə də olmuşdur səndə. Bir tikə burada yemək ye. Ümumilikdə bu hissələr yeni tikilib, çox möhtəşəm inkişaf gedir burada. Qazaxıstan həqiqətən möhtəşəm bir ölkədir, mən bəyəndim. Və buradan getmək fikrindəyik, Türkistanda qalmaq fikrimiz yox idi. 65 evro Ramada görürəm, tuturam buranı. Bir də həmyerlimi görürəm, Aslanı. Deyir, story paylaşmışdın. Gördüm bizim evin yanındasan. Dedim, düşdüm Yəni xalq nikdaşlar. düşüm səninlə görüşüm. Burada nə yazmışlar? Adavangı tapmağa mən də Yaponiyaya gedirəm. O bir yerdə gedək də. Orada pul temasını həll edək. Bir vaxt gedək. Və otel Bir qlaviyet. tuturuq, qəşəng səliqəli oteldir. Aslana dedim ki, axşam görüşərik. Aslandadır. Və axşam gəlir, dedi səni qonaq aparacam. Dedim Allah canım sağ eləsin. Dedi restoran tutmuşam, danışmışam. Qəşəng Qazax yeməklərini orada yeyərik. Aslan diş həkimliyini oxuyur, bitirib artıq və burada həkim kimi fəaliyyət göstərir. Gözəl bir restorana gətirdi bizi. Burada Bu arada şərtlər dəyişməsə, əslində yatırım olaraq uşağımızı bir diş həkimliyinə falan ya da həkimliyə, diş həkimliyə də belə deyim. Bir də paralel olaraq Almancanı öyrənir. Getdi. Qazax musiqisi Bir yerdə getməkdə mən adanı axtarmağa gedəcəm. Tapım sonra birlikdə gedərik. Brat biz gedək bir yerdə. Bir gün sən ayrılarsan bir gün. Gedib axtarıb tapıb gələrsən. səsləndi. Mən adanı görmüşəm. Bir sən harda? Adavango. Taylandda o bir dənə belə dümdüz yol var. Gecə işləyir üçün ora. Bir 4-5 dənə ada görmüşəm orada. Və qardaş ölkəyi musiqilərimiz də bənzəyir. Təamlarımız o qədər bənzəməsə də, çünki biz at əti yemirik, onlar yeyirlər. Belə şeylərdən ehtiyatlı olmaq lazımdır. Donuz ətidir, at ətidir, it ətidir, qurbağadır. Qurbağanı yeyənlər var bu arada. Mən məsələn yemirəm də bu 3 dənə saydığımı. Gərək şey deyim. Məsələn belə bir yerə getdin, yəni soruşum yaxşı başa salın. Burada indi adını deməyim marketin. Supermarketdə deyirəm ki, kalbasanın içində donuz əti olmasın ha. Hicablı bir xanımdır mənə deyir ki, yoxdur, narahat olmayın. Götürürəm, gətirirəm evə donuz əti çıxır içindən. Ay zibi. Dəvənin südünü içirik dostlar. Bu dəvəni mən keçə gündə danlayıram. Dəvənin dalıyla danışıram. Bu dəvənin nə dadlı südü var imiş. Qəşəng dəvə südü içirik. Çox gözəl, çox möhtəşəm. Sonra ayran içirik. Sonra çay içirik. Hər şey möhtəşəm. Bunlar qara çay içmir də bu tərəfin cəmaatı. Dəli oluram da. Bütün təamlardan daddırıq, yeyirik. Həqiqətən Qazax mətbəxinin də gözəl təamları var. Amma Valla Özbəkistandaydı da Hatəm. O da çox tərifləyirdi bu əsas bu düzəltdikləri xəmir yeməkləri falan. mənə görə Azərbaycan mətbəxindən dünyada yoxdur. Mən onu deyərdim. Yeyirik, hər insana da öz Dağıstanda ancaq öz ölkələrinin vətəndaşları ilə evlənirlər, kənar qəbul eləmirlər. Belə bir söhbət açıldı ki, Dağıstana gedib evlənib uşağımı UFC-yə qoyacaq. Ölkənin gənclərinin düşüncələr. mətbəxi, öz ölkəsinin təamları, hər övlada da anasının yeməkləri, nətər anlatım sizə, xoşdur, dadlı gəlir. Anamın yeməklərindən də bizim soyuducu da Mənim var, bəs yolda məsələn. yeyəcəyik. Və gəlirik Onu mən deyə Əhməd bilməm. Yəsəvi türbəsinin yaxınlığına.
Əşi baş söhbətdir də. Buranın ən məşhur turistik yeridir. Gördüyünüz bu yerlər də yeni tikilib, yeni salınıb, amma tarixi Biletimi hazır formadadır, meydanlardır, fəvvarələrdir, UFC bileti hə. mağazalardır, hər şey var. Bura gündüz gəlmək lazımdır və dünyanın müxtəlif ölkələrindən olan Belə bir yerə getsən bu papaqlardan zaddan ora aid, necə türklər deyir, yörəsəl. Elə şeylər alasan gərək. Ona görə də pulun gərək olsun. türklər bura gəlirlər, Dəfəndə alıb gətirməyəcəksən də UFC kit. müsəlmanlar gəlirlər bura. Çox möhtəşəm bir yerdir. Gecə saatlarında da hər yeri sulayırlar. Buranın istisi həqiqətən çoxdur. Günorta burada 45 dərəcə isti var idi. Biz keçən dəfə gələndə Türkistanda qalmamışdıq. Dedim hələ fərqli olsun. Çimkənddə qalmışdıq. Çimkəndə də inşallah növbəti 45-də adam daha öncə çapalayar. Hayf deyil bizim Bakı. dəfə gələcəm. Birbaşa reys də açılıb. Çimkənddəki dostum Faizə Reys bileti salamlayıram. Sağ olsun, Braziliya bizə ya. kömək oldu. Braziliya yaxşıdır, klon zat. Və Azərbaycanlılar bu səyahətdə mənə çox kömək olurlar. Ümumilikdə bütün səyahətlərimdə bütün Azərbaycanlılar var olsun. Orada geyim də alırıq, yaxşı qiymətə idi və Aslanla sağollaşırıq. Sağ olsun, var olsun qonaqpərvərlik üçün və səhər açılır, oteldə səhər yeməyimizi yeyirik, yükümüzü götürürük və yolumuza davam edirik. Bu gün 820 kilometr yol sürməliyik. Of. 820 Bəli, bəli nə və hara getməliyik? Almata şəhərinə getməliyik. Getdikcə, yol davam etdikcə təbiət Elə bir bizim rayona gedib qayıdırsan da, hə? Bakıdan rayona. gözəlləşir. Bu Qazaq qardaşlar çox mehribandır. Mənə deyir ki, sənə içki verim, deyirəm narahat olma, içkimiz var. Tamerlanı keçirik, yenə yanacaq vururuq. Və yanacaq mən dostlar həqiqətən çox istifadə edirəm. Mən daha doğrusu yox, Niva. Mən Niva necə içir yanacaq? Ürəyi nə qədər içir. Bir görsən 15-dir, 16, 17-yə qədər çıxardır. Bərk sürməkdən maşını yumuyub ha nəsə. asılıdır. Yaxşı kondisioneri var, olmasaydı boğulardı. Kondisioner də indi ortada, yəni wow-dur da. Nivanın bu yolu gələndə mən bilməliydim də. Mən bunun köhnəsi ilə bu yolları getmişəm. Bu gözəldir. Yeni daxı xarab olmur, yazısı üçün maraqsız. Nağarım özüm xarab eləyim. Vurun başına xarab olsun bunun başı. Yenə yanacaq vururuq. Ayda indi öyrəndim Braziliyada ancaq Amerika materikində olan ölkə vətəndaşları ilə elə. Ay zibil, mən qaldım evdə. Taraz şəhərinin tərəfdən keçirik və yolda çörək alırıq. Yenə adəti üzrə dondurma yeyirik və yolumuza davam edirik. Yolda o qədər Bu yaxınlarda bir dənə dondurma aldım uşaqlar. O dəfə danışmışdıq, göstərmişdim deyəsən. Allah, çox qəribə bir dadı var idi. qarışdırıq yemələri. Alqida idi, nə idi bir şey. Bəzi qarnımız ağrıyır, soğuk da olur. Evdə qalsaz yaxşı. Bu nə qarğışlardı ya Firi? Ayıb deyil. İndi sən yaxşılığı istəyənsən, sən niyə onun pisini istəyirsən? Və əkin sahələri bilirsiniz də buğda ehtiyatına görə Qazaxıstan dünyada liderlərindəndir. Ərazi Almır belə. Balacalar çox baş qaldırır, görsən, qalsanız. böyük, əkirlər, biçirlər, amma meyvə tərəvəz zat əkmirlər. Çox belə işləyən döllər. Biraz işləyən döllər. Yolda dayanırıq, bizə bu çox gözəl bir şeydir ki, yəni şokolad Vaqif, bizə nə deyirəm? Bir gün Hatəmlə danışaq. Sən də gəl. Heç göz, Hatəm də gəlsin, sən də gəl. Hatəmin telefonu falan var axı, stabilizatoru, gimbalı falan. Əməlli başlı mən hər cür cipsi, nə bilim, soqdalaq, cipsidir, nə bilim şeylərdir də. Cürbəcür atışdırmalıqlar. Amma da xarici bilmirəm bizim ölkədən. Hər şeydən bir dənə alaq. Şokolatı, cipsisi, o bu falan, jelibon zat hər şeydən. Bir dənə masaya qoyaq. Oturaq şeydə yeyək. Dəyərləndirək, qiymətləndirək də bu neçə bal, o neçə bal falan. Kamera stabil olacaq, yəni belə oturdu, dayandı, vəsə. Kamera dayanacaq. Tərpətməyəcək kameranı. Aha, sonra da oradan bir boş əmrə tutar. Demirik ki, bütün paketi bitir. Cheese alacağam sənin üçün. Sən cheese xoşlayırsan da. Qatarda oturdu cheese-ni hop hop hop. Döndüm baxdım cheese yoxdur. Cheese idi, nə idi o? yeyirsən, içərisində şəkər yoxdur. Stevia Gör, xoşuna gəlsə bu fikir. Mən bir dənə
əvvəlcə bir hesablayım görüm nə qədər çıxacaq. Sonra o pulu bir dənə çatım falan. Şey deyim. Hatəmlə danışıb görək biz verəcək telefonu falan. Vermir də. Bir dənə harda eləyəcəyik onu bir düşünək. Ya deyilən Hər hansı bir yerdə bir də gedək ora pul verək ki, nə var burada oturacağıq, bunları yeyəcəyik falan. O da biraz şeydə problem. bir qatqı var. Şey deyə bilərdik ki, bir dənə qəşəngcə bir sənlə. Bir dənə Mərdəkanda burada villalar yaxşıdır axı çoxdur. Günlük 100 manat, 150 manat və daha çoxdur da. Tutasan. Məsələn deyək ki, səhər bu videonu çəkdik. Sonra yayımı başladırsan, ta axşama kimi yayım. Hatəmin kanalında da məsələn. Hatəm yayımını eləyir. Yəni şəkər əvəz edicisi o var. Yəni o da təbii tərkiblidir. Yola davam edirik və yolda yavaş-yavaş müxtəlif hava şəraitlərini görürük. Ulduz tavanı da əladır, 106 qaraj sağ olsun. Maqnitafonum da belə. Ayaqyalın sürürəm, hava qaralır, yenə yanacaq vururam. Hesablamamışam hələ, amma yanacaq çox pul gedib. Buradan 95-də, 92, 74-də, 95-də biraz bahadır. Qiymət ucuzdur, amma Çillər qəşəngdir. Pul bir içində də. bahadır. Yolda dayandıq, işıqlarımı qoşuram qaranlıqda, azmışıq axı nəsə yeməliyik və manqal üstünün belə bir kalbasası var, minbər və yolumuza davam edirik. Görürsünüz, burada əsas yeməkdir, Yanacaq yeri şey deyir. Niva. gəzməkdir, səyahət etməkdir və buralarda hələ Et bilmirdin də. ağzımıza dadına uyğun yemək tapırıq. Çində, Laosda, Kambodiyada nə edəcəyik? Biz yavaş-yavaş gəldik, hara çatdıq? Almataya çatdıq. Hamının nətərdim diqqəti Elə daşıra bilmişəm. Yüksəkdir. Otelimizin yanındakı insanlar da şəkil çəkdirir maşınımızla və otelimiz çox əladır. Buranın da qiymətini sizə deyim. 78 Onlardan euro çox eləyir çıxır. və çox təmiz səliqəli bir oteldir. 2 gün Almatadayıq. Gecə qaldıq, növbəti gündə qalacağıq. Növbəti günün səhəri isə biz hara gedəcəyik? Xarkosa gedəcəyik. Buradan 320 kilometr uzaqlığa Çin tərəfə ardıq. Bildiyim qədərilə kanalda da yayımlanır. Kanalda da yayımlanır. Kanal da bir dəstək olar, olmamış olmaz. McDonald's kanalda yayımlanmışdı. Fragmentində görmüşdük. İşimiz Çinlə bağlıdır da. Bundan sonra Çində də 6000 kilometr yolumuz var. Çinə girməyə görə çox həyəcanlıyam, çox sevincliyəm və gəlirik Qalf Azərbaycanın, daha doğrusu Qalf Qazaxıstanın burada yağ dəyişmə məntəqəsi var. Oranın distributorudur və 40-la motoda, maşında, bütün maşınlarımın yağı Qalfdandır. Və gəlir Əli Motorsa. Əli Motors həm yer olsun. Heç bir şey yoxdur, hər şey yerindədir. Əsər qardaş da deyir ki, minə iliyə, gedək Şimbulağa, buranın gözəl bir yeri var. Alidir bu. Gəlmisənsə mütləq ora getməlisən və bütün Azərbaycanlıları salamlayıram Almatada yaşayanlar. Çoxsu yazmışdı, dəvət edirdilər. Valla vaxt olmur, biz dincəlirik, hansı ölkəyə gəliriksə, yalnız bir və yaxud 2 nəfərlə görüşə bilirik. Almata çox qəşəng şəhərdir, son illərdə çox inkişaf edib və biz yolumuza davam edirik. Bu qardaşın adı da Nicatdır, Əsəd qardaşın dostudur. Dedi ki, mən də səni izləyirəm, o YouTube'dan izləyir. YouTube'da kanalımız İş Mediadır və bütün videolarımız sosial şəbəkələrdə eyni vaxtda yayımlanır. Deyirsiniz, vaxtı azdır, çox uzun eləyə bilmirik. Minirik kanata, bu gözəl Şimbulağın mənzərəsi, nə gözəl yerdir, nə gözəl meşələrdir. Videonu editləyib sonra səsləndirmə edib deyəsən. Edit. Elə bir tufandağıdır, Qəbələdir. Valla bizim Qəbələmiz də gözəldir, superdir. Azərbaycan Eksportdan sonra edib düz. ümumilikdə gözəldir. Görürsünüz, burada hər yer çöllük, səhralıqdır, amma Almatı hissəsi çox meşəlidir, çox Sənin kimi bir editor lazımdır. gözəldir, bəyəndik. Sən isə işləyə bilərsən editor kanalda. Belə bir restorana gəldik. Burada Qəbəliyə oxşayır. Elə bir Laza qartalı var, otururuq həmişə. Şey eləsəndə mim. Bir də bırt səslər. Mətanət xanımın şeyindəsən də, kanalındasan. Mətanət xanım belə gəzib bırt səslər çıxır. O mənzərəsini oxşadı. Və burada qəşəng bir restorana gəlirik. Mən çox şey işləyirəm. Onu deyim. Steakdən, nə bilim, Hə, ondan çox şey işləyirəm, onu istəyirəm. yerik. Sağ olsunlar, var olsunlar qonaqpərvərliyə görə.
və baxırıq ora, baxırıq bura. İndi siz Almatıya gələ bilmirsinizsə, Qəbələyə gəlin Fərdin evinə. Rezervasiya edin. Bu Min gözəlliyi qoyuram. Azərbaycanda da görə bilərsiniz. Bir də öz evimi də reklam elədim. 3-cü evin tikintisi də davam eləyir. Ne dedi? Burada qəşəng bir restorana gəlirik. Steykdən, nə bilim, ondan bundan yeyirik. Sağ olsunlar, var olsunlar qonaqpərvərliyə görə. Və baxırıq ora, baxırıq bura. İndi siz Almatıya gələ bilmirsinizsə, Qəbələyə gəlin Fərdin evinə. Rezervasiya edin. Bu gözəlliyi Azərbaycanda da görə bilərsiniz. Bir də öz evimi də reklam elədim. 3-cü evin tikintisi də davam eləyir və Nicat qardaşla sağollaşırıq. Üçüncü evinin tikintisi. Qəşəng qız. Əsəd Qoş 10 ildən çoxdur ya bu şeylərdə bu işdə. qardaşla sağollaşırıq. Var olsunlar. Və biz nə edirik dostlar? Qaldığımız otelə doğru gedirik. Maşınımızı da yuyub təmizləyiblər. Əladır da, əla. Niyə van bura? O gözəlliyin öz yeri var da. Nə bilim, tərifləyirəm indi heç nə olmasın. Və gecə vaxtı bir dənə məhəllədə otelimizin yanında belə bir restoran görürük və kabab sifariş veririk. Bizim Qoş bərəkətçidir ya. məhəllələrdə belə olur restoran. Onun yaxşı formasıdır. Kabablar çox dadlıdır. Burada da insanlar çəkilişə qarşı, nə bilim, yaxşı isti münasibət göstərir. Sonda hesabı istəyir, bizim müdür veribsin hesabı. Sən demə restoranı Azərbaycanlı işlədirmiş. Oha. Qardaşın adını öyrənmədim, var olsun, bizdən hesab alınmadı. Heç bir rasxod eləməmişik Almatada. Salam. Azərbaycanlılar var olsun. Gəl saat 3-də çıxırıq yola. Öyləcəmə gülməkdən qaqaşa da biraz az zarafat qoysun. Biz yenə yanacaq vururuq. Editini eləməsən də uzaqdan şey deyirsən də, mim atırsan. Bütün sponsorlar da var olsun. Biz gedirik Xarqosa, tezdən gedirik ki, Yol buz işi. Almatada Azərbaycanlılar var olsun. Gəl saat 3-də çıxırıq yola və biz yenə yanacaq vururuq. Bütün sponsorlar da var olsun. Biz gedirik Yo biraz şeydir. Xarqosa, tezdən gedirik ki, 8-də orada olmalıyıq. Burada da saat 3-də 4-ün yarısı hava Ödüm ağrıdı gülməkdən. Saloğlu sponsorumuz var olsun. Partsona var olsun. Olsun dəstəyə görə. Ümumilikdə burada gördüyünüz sponsorların hamısı ilə dostluq münasibətim var və onlar mənim bu yola çıxmağımın bir nömrəli maddi tərəfdaşlarıdır və siz izləyicilər var olun ki, siz mənə bu həvəsi verirsiniz və mən bu işləri görürəm. Firə də cavabını aldı bundan. Gəlib çatdıq, gördük ki, növbə var, amma mini maşını demək olar yoxdur. Yanacaq bitib, yadımdan çıxıb yanacaq vurmamışam və dedim, neyniyək, yanacaq indi, biz ehtiyatımızdan istifadə eləyərik, bütün motosularla salamlaşırıq. Belə şey yoxdur da, yanacaq doldurma tapmadıq. Düz sərhədin ortasında yanacaq tökürük. Biri Nepala gedir, digərləri isə bizimlədir, Taylanda gedirlər. Elə biri Dubaylıdır, biri Avstraliyalıdır, biri İngilisdir, biri də Neftçalıdır. Bikerlərin hər biri bir ölkədəndir və dünya səyahətinə çıxıblar. Bunlar deyir ki, biz səyahəti birbaşa 25 min kilometr sürmürük səyahət kimi. Biz arada 5 min sürü qayıdırıq ölkəmizə, istirahət edirik və davam edirik. Biz də gördüyünüz kimi Davam edirik deyəndə ki, tezdən o 5000-i tezdən gedəcəksən də. Düzdür ki, yəni 5000 getdin belə, qayıtdın da la, bir də o 5000-i gedəcəksən də, tezdən qayıdır, gedir eyni yolu. Yoxsa belə getdi, sonra bu bir tərəfə gedəcək. dayanmadan sürürük, sizə vloqlar şəklində təqdim edirik. Bəzən əsəbləşirsiniz, gündə vloqlar niyə olmur? İnanın, bizim vloq formatımız səsləndirmədir, montajdır. Biz bunu yol gedə-gedə eləyirik. Tural çəkir, yol gedə-gedə montaj eləyir. Mən maşını sürürəm, sonra Ala bu əl içindədir. səsləndirirəm. Buradakı prosesdən danışım. Gəldik Qazax tərəfinə, yoxlamadan 16-sı bu ayı deyirdi. keçəcəyik. Dünən çatıb Çinə. Burada yoxlama, yəni bildiyiniz sərhəd yoxlanışları var. Hamısını unudun. Bura başqa bir yerdir. Bura girmək üçün Vaqif varsa Niva ilə gedək Çinə. Mən sürüm sən editdə. girmək qapalı ölkədir deyə çox çətindir, çox müşküldür. Bəli dostlar, elədir. Və biz keçirik bu hissəyə. Yolda təcili yardım falan gəlirsə, ödüb zadımı çıxardılar da. Uf, nə kontent olar. Deklarasiyanı yazacağıq. Deklarasiyanı doldururuq Bir dostlar. yazmağa çəkinir. İnan Allaha ki, bayaqdan öldük. Heç nə başa salamırıq bunlara. Çox sərtdilər. Deklarasiyanı doldururuq və keçirik sərhədi. Burada da çoxlu yoxlama olacaq. Yoxlamada soyundururlar əməli başlayırsan. Gəlir maşını yoxlayır. Hələ ilk yoxlamadır. Bundan sonra elə 5-6 yoxlama var.
Təsəvvür edirsiniz, hər şey rentgendən keçir. Soyuducunu belə deyir, gətirib piyada içəri. Rentgendən keçirməliyəm, soyuducunu da. Bir şey diyeceğim, bunun çəkisi falan söhbəti var da, məsələn, təyyarələrdə. Burada məsələn elə bir söhbət yoxdur. Nə qədər istəsən bagajında dolu olsun, keçirdə bilsən. Mən motosürən ərəfələrdə servisə gedəndə orada dünya turuna çıxan xariciləri gördüm. Onlar deməli gedirdilər Dubaya. Avropadan gedirdilər, Avropadan gəlirdilər. Dubaydan təyyarə ilə göndərəcəkdilər Avropaya. Təzədən bunları edə bilərlər bəlkə də. Dubaya gedirdilər. Avropadan gəlirdilər. Dubaydan təyyarə ilə göndərəcəklər Avropaya. Məncə mən sürüb mən də editdiyim. Başa düşdüm. Onda sən belə deyirsən. Bunlar tutaq ki, buradadılar da. İndi bunlar tutaq ki, getdilər Dubaya, məsələn deyirəm. Yerlərə çox şey eləməyin, misal üçün deyirəm. Getdilər Dubaya bir kruq. Məsələn deyək ki, 5000 kilometr məsələn. Evə qayıtmaq istəyirlər indi. Vurdular təyyarəni, qayıtdılar evə. Bir də vurdular təyyarəni, getdilər Dubaya təzədən. Oradan təzədən başladılar 5000 sürdülər. Birinci yükləri apardım dostlar. İndi gedirəm soyuducunu aparmağa. Yəni bu maşında nə varsa kiçik nöqtəyə qədər hamısını əlimdə daşımalıyam və bir X-raydən keçirməliyəm. 2 X-raydən. Tural da qoymurlar, Tural tək gedir. Hə bro, əla content olar, düzdür, amma bizdə 5 izləmə. Yo, mən belə demirdim. Qardaşdakı kim deyirdim? Təyyarə ilə qayıdırlar, yox bu dəfə başqa əraziyə getdilər. Hə, məsələn, təyyarə ilə gedirlər Amerikaya, Amerika turu keçirdilər. Amerikaya gedirlər, Amerikanı full gəzirlər deyirsən. Mən deyirəm ki, bunlar deyir ki, biz gedirik məsələn 5000 falan yerə. Öz evlərindən başladılar, getdilər, çatdılar. Qayıtdılar dala. Sonra deyir bir də 5000 gedirik. Mən deyirəm ki, təzədən eyni yerə gedirlər görəsən. Sərnişin. Evdən motosikletlə çıxırlar bunlar böyük ehtimal. Çıxmasalar belə o turu sonlandırmır. Yəni o deyir ki, həmin turun içində qayıtdılar dalaya. Tutaq ki, Dubayda da qayıtdıya dala. Təzədən gərək Dubaya getsin ki, Dubaydan bir də başlasın sürməyə, o turun davamı olsun da. Əslində bu məntiq getməlidir də. Yoxsa o ucu ikinci bir tura keçir. Ağzı qanat yediyə buranı. Dubaydakılar heç mən bilmir. Hə, getdikləri yolu moto ilə qayıtmırlar, təyyarə ilə qayıdırlar. Hə, həmin yerə bir də təyyarə ilə sonra gedirlər, oradan da davam edirlər motosikletlə. Yanıram. Bir də ice coffee gedər biz onunla. Təsəvvür edirsiniz. Nə qədər reklamlar. Hə, ola bilər varlığına da. Əlbəttə. Bir də Allaha dua edirəm ki, Hardan bilirsiniz? Vaqifə Dubay barəsində hardan bilirsiniz sualı gəldi? Firə dur çıx bayra. yuxarıdakıları deməsini boşalt. Sonuncu bunlar qalıb. 220 aparat, bir də Naxçıvanla başı. O saxlayıram. Bunların Naxçıvanla başında. hamısını aparıram yenə. Qələt eləmişəm. Bunları da gətirdim, bu qədərdir. Görək nə olacaq. Dostlar, bunları da keçirdik X-raydən. Sağ olsunlar, kömək elədi işçilər mənə. İçərisində yaxşı olanlar var, hamısı var olsun. Haradan bilirsiniz? Bəli. Burada yoxlanış gedir, çəkib göstərə bilmirəm. İnanırsınız, Skorsun başlığın altına qədər yoxlayıram. Yəni, belə yoxlanış görməmişəm. Suyun içiklər yoxlayırlar, bu nə suyudur o? Suyu içib yoxlayırlar. Nə bilim, nədir ha? Sponsorların logolarına qədər araşdırırlar. Bilirsiniz. Kontrolun növbəsindəyik. 4-cü yoxlanış deyə 5-ci. Bundan sonra da maşını X-ray'e salacağıq, rentgenə. 8 saat yoxlama, bildiyiniz bütün gömrük yoxlanışlarından çox pis, çox ciddi. Belə şey görməmişdik. Yenə yoxlanıldıq və son olaraq burada 1-2 saat gözlədik və artıq biz Çin torpaqlarına yavaş-yavaş qədəm qoyuruq və Çinə daxil olam. Çox sevincliyəm, amma sevincimi sözlə ifadə eləyə bilmirəm. Bunu çox gözləyirdim. Sonra Tural'la bir yerdə yüklərin maşını yüklədik.
Türkiyədən Monqolistana piyada gəzən oğlan var ya, onu da gördü də bu. İlk videoda gördü, hətta ikinci videoda onunla görüşmək üçün danışır, amma oğlanın seti tutmur deyə görüşə bilmədilər. Spoiler'ı verdik. YouTuber bax məsələn o gedirdi yolu, əgər gecə düşdüsə taksi zakaz eləyirdi, qayıdırdı dala otelə, hə, sabahsı gün çağırdı. Hə, o bilirəm. Amma o tam yaxşı deyil əslində. Gərək gecə olsa da orada qal falan. Elə davam elə. Ya da gecə də davam elə. Riski gör də yəni. Səhər gedir, axşam yatır. Elə bir səhər işə gedirsən, axşam yatırsan. Azərbaycanlıyıq ki, Azərbaycan nömrə Bir də o piyada gəzən piyada gedir axırı kimi. Yoxsa şey eləyir, otostop dilənir ondan. Ümid adında bir mafyoz dostum var. 2 dəfə ölüb, bir dəfə ölümdən qayıdıb. O dediyiniz kimi səyahət edirdi. avtomobillə Çinə gəldik. 5 deyə bura. Sən sayı qarışdırmısan. Bəli, biz artıq Çindəyik. Allaha and olsun elə bir 100.000 pul qazanmışam. Mən Çinə girə bildim ha. Məndən xoşbəxti yoxdur. Super bir hissdir. Xarqos. Növbəti vloqlar çox maraqlı olacaq. İzləmədə qalın. Bizə 6000 kilometr Çində yol gözləyir. Bəli. Haqqımızı da ataq. Qaqa mən belə risk eləmərəm. Öz ölkəmdə tanımadığım yerdə qalmağa yazıq başqa ölkədə necə qalsın. Ancaq peşkom gedirdi. O özü tanımasa belə, o artıq bəlli bir kütləsi var və o tanınır, belə düşün. Yəni çox da pis baxılmaz da, yəni.